Körpələriniz niyə tez-tez ağlayır? Və yaxud yuxusu pozulur, yemək normal yemirlər. Heç düşünmüsünüz bu barədə? Bəzən səbəb görünmür. Amma əsas səbəbə gəlsək, körpənizin bədənində gizli blokajlar olduğuna işarə edə bilər. Siz bizə deyə bilərsiniz ki, körpə uşaqlarda bu nədən əmələ gəlir? Necə ola bilər ki, bu uşaq yeni doğulub, amma enerji blokajları, negativliklər var uşaqda? Körpələr danışa bilməsələr də, bədənləri bizə hər şeyi əslində deyir. Bəzən səbəbsiz ağlamalar, uşaqda olan qaz səbəbləri belə bu blokajlardan yarana bilər. Ümumiyyətlə, ananın hamiləlikdə keçirdiyi stres və gərginlik, doğuş zamanı yaranan çətinlik və qorxu hissləri, evdəki problemlər, ani dəyişikliklər, bəzən hətta hamiləlik zamanı ailənizdə, yoldaşınızla, ailə üzvləri ilə biri ilə keçirdiyiniz o münaqişələr uşağınızda daxilən blokajlar yaradır. Ümumiyyətlə, biz hər birimiz enerji yaralarını, travmaları ana bətnindən götürməyə başlayırıq. Ona görə də hər bir zaman deyirik ki, hamilə qadına sağlam həyat, sinirsel problemlərdən uzaq, energetik balansı gücləndirmək və sonradan hamilə qalmaq çox gözəl olardı.